Günümüzü çox gözəl başladıq. İlk öncə gəldik, müəlliməmizi təbrik etdik. Daha sonra xanımların özəl günü olduğu üçün İlayda xanımı gətirdim. Söz verdiyim kimi şəhərə gəzməyə. Və başladıq, şəhərdə biraz gəzdik. Daha sonra uşaqlar aclıqlarını söylədilər. Yemək yeməyə bir yer axtardıq. Seçimimiz çox idi, amma uşaqlar yenə də öz qəti qərarlarını bildirirdilər ki, biz McDonald's-a getmək istəyirik. Mən biraz qərarlarını dəyişməyə çalışdım ki, fərqli yerlərdə gedək, oturaq. Nəysə, biraz oturduq, daha sonra gəldik yenə də axırı McDonald's-a. İkinci məkanımız McDonald's oldu. Uşaqlara uşaq menüsü zakaz elədik və buradan bizə çıxdı 2 ədəd endirim kuponu. Endirim kuponundan yararlanacaqdıq təbii ki. Uşaqların hədiyyəsi də var burada. Burger uşaqlar üçün free və hədiyyə götürdük, gəlirik kuponla birlikdə Funlanda, lakin uşaqların xəbəri yox idi hara gələcəyimizdən və gəldik məkana çatanda uşaqların sevincini kaş görərdiniz. Uşaqlar çox sevinirdi və məkana daxil olduq. Kuponumuz 2 dənə idi, lakin bizə bildirdilər ki, 2 kuponla deyil, yalnız bir kupon istifadə edə bilərsiniz. Mən də təbii ki, çıxış yolu bitməz, hazır cavab insan olaraq onlara bildirdim ki, axı burada 2 uşaq var. Ona da qayıtdı ki, nə olsun, hər ikisi sizindir. Dedim, yox, biri mənim deyil, necə sizindir? Dedim, biri qardaşım uşaqdır, onu da gətirmişəm gəzməyə. Uğur'a dedim ki, əgər sən desən ki, mən sənin ananam, səni burada icazə verməyəcəklər, bibi deməlisən. Uğur da sağ olsun, heç gözləməzdim, oyunu bozmadı, gedib gəlir deyir, bibi olar bunu, bibi olar bunu və endirimi də aldım. 15 manat kuponu 10 manat 50 qəpiyə yendirdik. Buradan 4 manat 50 qəpik hər uşaq üçün. Ümumiyyətlə 9 manat endirimimiz oldu. Uşaqlar bol əyləndilər. Yəni onların sevinci mənə bəs elədi. Burada parkur yerində çox böyük idi və uşaqlar bolluca əylənə bildi. 1 saata 6 manat idi. Məncə çox yaxşı idi. 1 saat üçün məkan böyük idi. Uşağın vaxtı keçirməyə məkan olaraq daha belə fərqli bölgələr var idi. Hər birinə keçdilər. Vaxtlarını məncə çox ələndilər və çox sevinirdilər uşaq olaraq. Tək onlar deyil, burada çox uşaq var idi. Hər biri eyni zamanda əylənirdi. Bugün xanımlar, qadınlar günü olmağına baxmayaraq Uğur da bu fürsətdən istifadə edib yararlandı. Beləliklə xanımlar, mən uşaqları gözləyirəm və hər bir xanımın hər günü özəl gözəl olsun. Tək bu gün deyil, hər gününüz sevib seviləsiz. Uğurun baxın basket topu necə balacadır. İlay da 1-2 dəfə burada çalışdı, amma alınmırdı. Amma ən sonda 1-2 dəfə yıxılandan sonra nəhayət bu fırlanğacda tutub yerlənə bildi. Və biz bol əyləncədən sonra nəhayət oradan çıxdıq, başqa bir məkana da getdik və biraz əyləndik. Həmin hissələri çəkə bilməsəm də. Biz evə gələndə artıq gecə idi. Biz bir ailəyik deyə düşündük. Uğur dedi ki, üçümüz biz bir-birimizə yetərik. Mən elə düşünürdüm. Lakin biz evə gələndə yolda bunun imkansız olduğunu bildim ki, mən yetə bilmirəm. Bir ana olaraq həm atanı, həm ananı əvəz edə bilmirəm. Allah heç kimi bu cür sınağa çəkməsin. Həm ata, həm ana olmaq çox çətindir. Nə qədər çalışsam da yerini hiss elətdirməyim, amma belə bir şey mümkün deyil əsla.